əzizlərim, bugün sizə Çokapay haqqında demək istəyirəm. Bəhbəhlə, aylarla, illərlə istifadə etdiyim çay süfrəmizin gözəli olan bu Çokapay haqqında məlumat verəcəm. Tərkibində onsuz da o qədər balaca yazıblar. Bunu mümkün deyil, kimsə oxuya bilsin. İndi Allah özü kömək olsun bizə, bunu gedib oxuyaq. Görək içində nə var, sizlə bölüşəcəm. Beləliklə, Çokapayı araşdırdıq. Bildiyimiz kimi uşaqlarımızın, bizim çox sevdiyimiz şirniyyatdan söhbət gedir. Mən hər zaman yaxınlarıma, əzizlərimizə müsafir, qonaq gedərkən belə və ya öz evimizdə Çokapaydan istifadə edirdim. Bugün gəlin tərkib hissələrini bərabər baxaq. Deməli, tərkib hissəsində nələr var? Y322 və Y492 tərkib hissələri nədən ibarətdir? Onu sizə izah verim. Y322 soya listini. Bunun halal haramlığı şübhəlidir. Çünki tərkibində heyvansal yağ da ola bilər, bitkisel yağ da ola bilər və neftdən əldə olunmuş da ola bilər. Ən əsası bunu qeyd etmək istəyirəm ki, tərkib hissəsində əlbəttə palmal yağı mövcuddur, həmçinin də günəbaxan yağı da mövcuddur. İsə Y492 bunun da halallığına dair şübhəlidir. Ümumiyyətlə şübhəli dediyimiz mənbəyini tam bəlli olmadığı üçün şübhəlidir. Məsələn, mən şübhələndiyim bir qidadan uzaq durmağa çalışıram. Artıq bu sizin hər kəsin öz fikirdir. İstəsə uzaq dura bilər, istəsə də yeyər, bu sizə bağlı bir şeydir. Y492 maddəsi sorbitan tristearat maddəsidir. Bu maddə şəkər spirti kimi istifadə olunur. Yəni ki, bizim bəzi biskvit, şəkərlərdə istifadə olunur. Bu isə bizdə mədə-bağırsaq sistemində biraz pozuntu yarada bilər. Ən yaxşı məhsulun üzərində əgər ki, halal sertifikatı yoxdursa, demək ki, onun şübhəli bir üslubu vardır. Bu maddələr əlbəttə bizim istənilən halda çox qəbul etdiyimiz zaman sağlığımıza ciddi zərərlər vura bilər. Bunların alınması və istifadə etməsi məhsulun uzun müddətli qalması və daha dadlandırıcı, daha ləzzətli, daha yumuşaq, daha eyni zamanda bağlılıq həmçinin yaradır. Qeyd etmək istəyirəm ki, 503 halal olmağına baxmayaraq sağlığımız üçün təhlükəlidir. Bu qeyd etdiklərim məhsulun pis və yaxşı olması haqqında deyil. Sadəcə məhsulun tərkib hissələrini etiketindən oxuyaraq sizə məlumat verdim. Məhsul alarkən daha diqqətli olun, etiketlərini də oxumağı unutmayın. Bu arada Instagram'ı bəyənməyi unutmayın, takip etməyi unutmayın, paylaşmağı unutmayın. Hər gün digər Y kodları 415, 306, 500, 503, 341 story'də paylaşacağım və bu haqda məlumatınız olacaq. Sağ olun, Allah'a əmanət olun.